إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له أشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله أما بعد. Əziz və dəyərli dinləyicilər, bugün Allahın izni ilə Buluğul Maram kitabında olan növbəti hədislərin izahını sizlərlə bərabər davam edəcəyik. Hansı ki biz sonuncu dəfə durduğumuz yer pişiklərin dəstəmaz suyuna toxunması haqqında idi və o barədə məlumat verdik və inşallah ki bu günləri Allahın izni ilə məlumat vermək istədiyimiz hədis bədəvinin məscidin bir küncündə öz ehtiyacını ödəməsi hadisəsi haqqında olacaq və bu hadisədən biz bir çox ibrətlər çıxardacaq, bir çox dərslər götürəcəyik və bunun şahidi olacaqsınız. Və həmçinin də bu hədisdə görəcəyik ki, İslam dini təmizliyə təşviq edir, insanları buna rəğbətləndirir. Deməli, hədis Ənəs radiyallahu anhudan gəlir. Ənəs ibn Malik radiyallahu anhu qal, Ərabiyyun fəbələ fi taifətil məscid. Deməli, bir bədəvi məscidə gəlir və məscidin bir küncündə sidişləyir, su başına çıxır. Fəzəcərəhun nəs fənəhəhumun nəbiyyü sallallahu aleyhi və səlləm və insanlar onun üzərinə səslərini qaldırırlar və lakin Peyğəmbər sallallahu aleyhi və səlləm onları bu hərəkətdən çəkindirir. Fələmmə qada bəvləhu və artıq öz işini bitirdikdən sonra, yəni sidiyini qurtardıqdan sonra əmərə nəbiyyü sallallahu aleyhi və səlləm, Peyğəmbər sallallahu aleyhi və səlləm əmr edir ki, bidənəubə mimmə fəhuriqə aleyh və qabda su gətirilsin və həmən sidik olan yerin üzərinə o su tökülsün. Və hədis muttəfiqən aleyhdir. Yəni, Buxarı Müslimdə rəvayət olan hədislərdən biridir. Və ümumiyyətlə, bu hədis bizə keçən dəfələrdə verdiyimiz yəni asanlıq qaydasından istifadə edib, yumuşaqlıqdan istifadə etmək qaydasını bir daha göstərən hədislərdən biridir və inşallah ki, biz bunun sonrada qeyd edəcəyimiz faydalarda şahid olacaq ki, yəni İslam dini insanlarla rəftarında, ünsiyyət qurumunda və həmçinin onları nəyisə başa salanda ən asan, ən yumuşaq metoddan istifadə edirlər. Və bu bədəvi idi və təbii ki, o məscidi səhra ilə eyniləşdirmişdi. Elə bilirdi ki, səhrada necə ki, öz təbii ehtiyacını ödəmək istədikdə, yəni bir yeri çəkilib, onu orada necə rahat ödəyirsə, yerinə yetirirsə, məsciddə də bunu etmək olar və o belə düşünürdü. Təbii ki, cahillik onda üstünlük təşkil eləmişdi, elmsizlik onda bu məsələdə onda üstünlük təşkil eləmişdi. Lakin yəni sahabələr onun üzərinə səslərini qaldıranda, onu danlayanda, lakin Peyğəmbər sallallahu aleyhi ve sellem, rəhmət və hikmət Peyğəmbəri aleyhissalatu vesselam sahabələri bu əməlindən onları saxlayır və Peyğəmbər sallallahu aleyhi ve sellem həmən o bədəvini yanına çağırır və ona gözəl şəkildə başa salır. Yəni ona üzünü turşutmur, onu danlamır. Əksinə deyir ki, ey bədəvi, hədisin mənadası belədir ki, həqiqətən bu məscidlər, yəni belə sidik və çirkab şeylər üçün yararsızdır. Və sonrası Peyğəmbər sallallahu aleyhi ve sellem başa salır ki, yəni yararsızdırsa deməli nəyə yararlıdır? Və buyurur ki, Allah Resulü sallallahu aleyhi ve sellem onlar yalnız Allahı zikr eləmək, namaz qılmaq və Quran oxumaq üçündür məscidlər və onun üçün inşa edilib. Və buna bənzər Peyğəmbər sallallahu aleyhi ve sellem həmən bədəviyə yəni öz sözlərini ona çatdırır. Və bədəvinin ürəyi bundan rahatlayır və təbii ki, o öz təbiətinə uyğun olaraq deyir ki, Allahım mənə və Muhammədə rəhm elə, bizimlə birlikdə başqa heç kəsə rəhm eləmə.
Və bunun səbəbi də təbii ki, o idi ki, Peyğəmbər sallallahu əleyhi və səlləm onu danlamamışdı, onu sıxışdırmadı. Əksinə onunla yumuşaq və aydın bir şəkildə onunla söhbət elədi. Və təbii ki, bədəvi deməsi ki, bizimlə birlikdə başqa heç kəsə rəhm eləmə. Təbii ki, o sahabələr nifrət eləmirdi. Onlara qarşı kini, küdurəti yox idi, əsla. Lakin insandır, həmən anda yəni əsəbləşmişdi. Çünki o yəni danlanmışdı bu hərəkətinə görə və ona görə də belə bir yəni kəlmədən istifadə eləyir. Bu hədisdən yəni biz bir neçə faydalar qeyd eləyə bilərik ki, misal olaraq onlardan deyə bilərik, məscidin döşəməsini təmizləmək vacibdir. Məscidin xalçasını, yerini təmizləmək vacibdir. Çünki bu hədisə əsasən Peyğəmbər sallallahu əleyhi və səlləm əmr eləyir ki, əmran nəbiyyi sallallahu əleyhi və səlləm əmr elədi Peyğəmbər sallallahu əleyhi və səlləm ki, bir qap su gətirilsin və həmin o bulaşmış yerin üzərinə sudan tökülsün. Və bu birinci fayda. İkinci fayda isə məsciddə su başına çıxmaq haramdır, olmaz. Yəni insanın öz təbii ehtiyacını məsciddə ödəməsi, sidik etməsi və yaxud da nəcisləməsi məscidi, bunlar haramdır, olmaz. Çünki Peyğəmbər sallallahu əleyhi və səlləm deməli sahabələrin bədəvi elədiyi qınağı Allah Resulü sallallahu əleyhi və səlləm inkar eləmədi. Sadəcə olaraq Peyğəmbər sallallahu əleyhi və səlləm dedi ki, onu sıxışdırmayın. Lakin təbii ki, yəni sahabələrin belə şəkildə hiddətlənməsi və xüsusən də Peyğəmbər sallallahu əleyhi və səlləmin yəni bu əməli onlara inkar eləməməsi, təbii ki, Peyğəmbər sallallahu əleyhi və səlləm onlara yəni icazə vermədi ki, onlar bədəvi yaxınlaşsınlar. Amma üzərinə səslərini qaldırması bu onu göstərir ki, yəni məsciddə belə bir əməllərin edilməsi haramdır. Yəni bu İslam dininin yəni yerlərə, məkanlara verdiyi bir önəmdir. Xüsusən də məscidlərə, istər məscid olsun, istərsə də ev olsun, istərsə də insanların gəzib dolaşdığı yer olsun. Əlbəttə ki, bu kimi məkanlara, bu kimi yerləri kirləmək olmaz, murdarlamaq olmaz. Və təbii ki, hər birinin özünə xas bir yeri var. İnsan əgər öz təbii ehtiyacını ödəmək istəyirsə, təbii ki, onlar üçün ayrılmış xüsusi yerlər var. Orada etməlidir. Və Allah qorusun, bugün bəzi qərb ölkələri kimi yəni müsəlmanlar olmalı deyil. Yəni onlarda, yəni hətta onlar özür istəyirəm, yəni hətta cinsi əlaqədən sonra istifadə elədiyi o qoruyucuları belə küçələrin ortasına atırlar, yolların ortasında görürsən ki, bunların yəni olduğunu şahidi olurlar həmən yerlərdə gəzənlər. Təbii ki, Allah həmd olsun müsəlman fitrəti, müsəlman cəmiyyəti, müsəlman toplumu bu kimi natəmizliklərdən, murdarlıqlardan uzaqdırlar. Müsəlman təmizdir, müsəlman pakdır və müsəlman murdar olmaz. Və bunlar hamısı ona göstərir ki, dinimiz İslamın həm geyiminin təmiz olmasına, həmçinin də yerinin, məkanının təmiz olmasına böyük üstünlük verib. Və həmçinin də deməli, biz bu hədisdən başqa bir fayda çıxarda bilərik ki, Peyğəmbər sallallahu əleyhi və səlləmin ümmətinə olan gözəl qayğısı, yəni o fikir versək görərik ki, bədəvinin yəni o sidiyinin kəsilməsinə icazə vermədi, qoymadı ki, sahabələr onun üzərinə getsinlər. Və çünki təbii ki, belə bir halda sahabələr onun üzərinə şığısaydılar və insanlar onun üzərinə atılsaydılar, yəni təbii ki, belə bir halda onun yəni sidik kəsildikdə bu onun sidik kisəsinə və həmçinin sidik kanalına zərər verə bilər. Və həmçinin burada başqa ziyanlar ola bilərdi ki, misal üçün ola bilsin ki, onun üzərinə gedildikdə o ayağa qalxsın və ayağa qalxanda artıq bəzi hallar baş versin. Onlardan biri nədir? Övrətin açılması ola bilər, hansı ki oturmuşdur. Əgər ayağa qalxsa, övrəti açılacaq. Yəni övrət deyildikdə kişinin övrəti göbəyi ilə dizinin arasındadır.
İslam dinində, yəni övrət, kişinin övrəti göbəyi ilə dizinin arasından. Ona görə kişilər geyimlərinə diqqət eləməlidirlər. Xüsusən də yay vaxtı insan şortikdə gəzir və s. və axır. Fikir vermək lazımdır ki, o geyim insanın dizini keçməsin. İnsanın dizindən yuxarı olmasın. Çünki qeyd elədik ki, əvvəldə göbək ilə dizin arası nədir? Kişidə övrətdən sayılır. Ona görə müsəlman bu kimi şeylərə diqqətli olmalıdır. Bu birinci məsələ, övrəti görünə bilərdi. Və ikinci məsələ isə və həmçində paltarı murdar ola bilərdi, paltarı bulaşa bilərdi. Yəni, subhanallah, baxın, İslam şəriətinin təmizliyə verdiyi önəm. Yəni, deməli, sidikdən sonra müsəlman təmizlənməlidir. Çox təəssüflər olsun ki, yəni bu reallıqdır, bunu demək lazımdır. Yəni, bugün əksər insanlar görürsən ki, kiçik bayıra gedir, yəni su başına çıxır, amma təmizlənmir. Niyə axı? Bu axı müsəlmana yaraşmaz. Müsəlmanın hərəkətlərindən deyil bu. Müsəlmanın bütün paltarları təmiz olmalıdır. İstər içlik paltarlar olsun, istərsə də xarici paltarlar olsun. Necə ki, sən xarici bəzədiyin kimi, əlbəttə ki, içlik paltarın da təmiz olmalıdır, pak olmalıdır. Murdarlıqdan uzaq olmalıdır. Yəni, o, Allah qorusun, insanın o təmizləmədiyi şey nəcisdir. O daşıdığı şey nəcisdir. Onu insan bir dəfəlik olaraq özündə yadda saxlamalıdır. Yəni, bu məsələ mühümdür. Yəni, hətta o dərəcədə bu əməl pis əməldir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm, yəni, qəbirdə əzab çəkənləri bizə xəbər verəndə buyurur ki, onlardan biri sidiyindən təmizlənməyən insandır. Ona görə müsəlmana yaraşmaz. Özünə müsəlmanam deyən birisinə yaraşmaz belə bir şəkildə cəmiyyət arasında gəzib dolaşmaq. Həqiqətən bu pis və murdar əməldir, çirkin əməldir bu. Yəni, ona görə hər bir müsəlman bu təmizlik qaydasına diqqət eləməlidir. Buna böyük yer ayırmalıdır. Necə ki, sən bayıra çıxanda, çölə çıxanda saçva əl gəzdirirsən, üzvə əl gəzdirirsən, xarici üzdə görünən paltarları əl gəzdirirsən. Necə ola bilər ki, bu günləri bir yolda gəzirsən və gəzdiyin əsnada təbii ehtiyacı ödəmək gəldi. Və həmən yerə daxil olursan və sonrası çıxandan sonra nədir? Paltarını təmizləmirsən. Yəni, ehtiyacını ödədikdən sonra həmən hissəni, həmən yeri təmizləmirsən. Bu olmaz. Müsəlmana yaraşmaz belə bir hal. Ona görə müsəlmanam deyən birisi İslam şəriətini öz üzərində tətbiq eləməyə çalışacaq və İslamın yəni təmizliyə önəm verdiyi şeyləri öz üzərində daşımağa çalışacaq. Və həmçinin də burada digər məsələlərdən biri, əgər bədəvi ayağa qalxsaydı, o zaman onun sidiyi böyük bir ətrafa bulaşdıracaqdı. Ola bilsin ki, o sidiyini davam elətdirib, daha çox ətrafa bulaşdırırsın. Və əlhamdülillah, bunlar hamısı ona göstərir ki, İslam dini təmizliyə böyük yer verir, böyük önəm verir və ona görə də Allah Resulü sallallahu aleyhi və səlləm sahabələri qoymur ki, yəni həmən o bədəvin üzərinə geçsinlər. Və 5-ci məsələ isə məscidləri, daha doğrusu növbəti fayda ola bilsin ki, yəni faydaların yəni ardıcıllığını, rəqəmləri unuda bilim. Növbəti fayda məscidləri murdarlıqdan təmizləmək fardu kifayədir. Yəni fardu kifayə, yəni bir neçə nəfər eləsə, bir nəfər etsə, digərlərin üzərindən bu təmizlik, onu təmizləmək düşmüş olur. Və bunun dəlili odur ki, Allah Resulü sallallahu aleyhi ve sellem sahabələrə əmr eləyir və onlardan bir və yaxud da bir neçəsi məscidi təmizləyir, lakin hamısı məscidi təmizləmirlər. Əgər təmizləmək hamısına vacib olsaydı, onda elə birinci təmizliyin başında qalxanlardan biri, duranlardan biri əmr eləyən Peyğəmbər sallallahu aleyhi ve sellem özü olardı. Deməli, məscidləri murdarlıqdan təmizləmək fardu ayn deyil, yəni hər kəsin üzərinə vacib deyil, fardu kifayədir. Yəni, bir və yaxud da 2-3 nəfər məscidi təmizləsə, bu artıq kifayət eləyir. Ona görə də məsciddə murdarlıq görəndə
əgər ona icazə varsa təmizləməyə, təmizləyirik. Əgər yoxdursa, hansı ki, yəni əgər məsul şəxslər onu təmizləyirlərsə, o zaman məscidin məsul şəxslərindən bunu bildirmək lazımdır ki, həmən yer təmizlənsin. Və həmçinin də hədisdən çıxan növbəti faydalardan qeyd edə bilərik ki, əgər biz bir insanı bir şeyə görə qınayırıqsa və bunun səbəbini izah etməliyik. Yəni Allah Resulü sallallahu əleyhi və səlləm Bədəviyə dedi ki, məscidlər bu kimi şeylər üçün yaramaz, sirka və murdar şeylər üçün yaramaz və sonra isə Allah Resulü sallallahu əleyhi və səlləm izah edir ki, məscidlər nəyə yararlıdır, nə üçün tikilib? Quran oxumaq üçün, Allahı zikr eləmək üçün, dua eləmək üçün və namaz qılmaq üçün. Və həmçinin də sonuncu faydalardan qeyd edə bilərik ki, pis əməli gördükdə onu dərhal qınamağın vacib olması. Və çünki səhabələr burada həmən bədəvini onu dərhal qınadılar. Lakin İbn Seymur rahimehullah buyurur ki, əgər təxirə salmaq daha faydalıdırsa, o zaman nədir? O daha üstündür. Yəni əgər qınamağı təxirə salmaq daha faydalıdırsa və yaxud da yəni münkəri inkar eləmək, onu təxirə salmaq daha faydalıdırsa, o zaman nədir? Onu sonraya saxlayırıq. Və burada mən bir məsələni qeyd edəcəm, hansı ki, bu təkfirçilərə cavabdır. Bu gün insanları, yəni heç bir şərtlər yerinə yetmədən, maneələr aradan qalxmadan müsəlmanları təkfir edirlər və onlar heç olmasa bir Allahdan qorxsunlar və haqqı ilə düzgün və doğru şəkildə alimlərin istər keçmiş olsun, istərsə də günümüzün müasir alimləri olsun, onların sözlərinə yəni insaflı şəkildə bir dönsünlər, qayıtsınlar. Hansı ki, onlar bəzən dəlillər gətirəndə bəzi alimlərin adlarını çəkirlər, qeyd edirlər. Və mən də İbn Seymur rahimehullahın yəni bir hadisəsindən qeyd edəcəm. Hansı ki, onlar bu məsələni diqqətlə fikir versələr, görərlər ki, İbn Seymur rahimehullah əməli işləyəndən və həmçinin də əməlin arasında fərq qoyub. Və İbn Seymur rahimehullah özü hətta etiqad məsələləri olsa da belə cəhaləti, cahilliyi üzürlü görüb. Ona görə bugün bəzilərinin gəlib deməsi ki, yəni söz oynaması cahilliyi biz də üzürlü görürük. Amma nədə üzürlü görürsən? Namazda edilən xətalara görə, səhvlərə görə, yoxsa ki, etiqad məsələlərində də. Yəni bunlar hamısı söz oynudur. Yəni bəli, cahillik istər fikir məsələləri olsun, istərsə də etiqad məsələləri olsun, usul məsələlər olsun, bunlarda da cəhalət üzürlüdür. Hətta insan bir əməl böyük şirk etsə də belə, böyük şirk işləsə də belə. Çünki cəhalət insanda ola bilər. Və insanın əsli bunun üzərində qurulub. Bilməməzlik, elmsizlik, ona görə haqsız yerə, zülm edərək insanları kör-körana belə təkfir eləmək olmaz. Allahdan qorxmaq lazımdır. Və İbn Seymur rahimehullah burada bəyanı təxirə salmaq haqqında qeyd edir ki, əgər deyir biz bir nəfəri Peyğəmbər sallallahu əleyhi və səlləm qəbrinin yanında əllərini açıb dua eləsə ki, ya Muhammed, urzuqni. Ey Muhammed, mənə ruzi ver. Və yaxud da mədəd, köməyimə çat. İbn Seymur rahimehullah buyurur ki, mən onu belə bir halda görsəm, yaxud da görsək, biz onun üstünə nə edərik? Yəni, qışqıraq onun üstünə, ondan dava dalaş salaq, Peyğəmbər sallallahu əleyhi və səlləm məscidin içərisində, qəbrinin yanında, yoxsa necə? İbn Seymur rahimehullah buyurur ki, xeyr. Əksinə ona mane olmaraq. Təbii ki, burada İbn Seymur rahimehullah niyə görə deyir qışqıraq yoxsa yox? Yəni sahabələr bədəvinin üzərinə əsəbləşmişdilər. Ya İbn Seymur rahimehullah, yəni Peyğəmbər sallallahu əleyhi və səlləmin mənhəcinə, sünnəsinə həqiqi şəkildə sarılaraq, həqiqi şəkildə dönərək, tabe olaraq, nəfsinə yox, öz xəyallarına yox, öz zənlərinə, düşüncələrinə deyil. Necə ki, bugün bu təkfirçilər, təkfir əhli ölkəmizdə də bugün bunlar mövcuddurlar. Bunlar bu zəhərli, bu fitnəni insanlar arasında yayırlar. Allah onların şərrindən qorusun. Və
bunlar hamısı Peyğəmbər sallallahu əleyhi və səlləmin həqiqi mənhəcindən uzaqdılar. Yəni zahirən iddia eləsələr də, lakin həqiqi şəkildə bunlar Peyğəmbər sallallahu əleyhi və səlləm sünnəsinə tabe olmayıblar. Əgər sarılsaydılar, Allah Resulü sallallahu əleyhi və səlləmin üzürlərinə baxardılar. Peyğəmbər sallallahu əleyhi və səlləmin sahabələrlə bir əməli bilməməzlikdən işləyib, sonra isə Peyğəmbər sallallahu əleyhi və səlləm həmən insana qarşı olan rəftarına, müamiləsinə, davranışına baxardılar. Amma bu insanlar hamısı öz nəfsi istəklərinə, öz havalarına uyan insanlardılar. Çünki hava insana, nəfs insana çox şey əmr eləyir. Yəni, əsas odur ki, sən nəfsivə qalib gələsən, nəfsi sındıra biləsən. Və ona görə İbn Seym rahimehullah buyurur ki, xeyr, əksinə biz ona mane olmarıq. İşini bitirib qutarandan sonra, işini qurtarandan sonra onu tutub deyərik ki, ey qardaşım, bax ha, İbn Seym rahimehullah hətta Peyğəmbər sallallahu əleyhi və səlləmin qəbrinə tərəf çevirib dua eləyən barəsində buyurur ki, ona deyərəm ki, ey qardaşım, çünki o kafir deyil. Əgər o kafir olsaydı, o zaman nədir? Ey qardaşım ismi ona nədir? Onun üzərinə otura bilməzdi. Bu mümkün deyil. Deməli, İbn Seym rahimehullah buyurur ki, o insan cahildir. Yəni ona görə İbn Seym rahimehullah burada fikir versə, gördü ki, onu təkfir eləmədi. Deməli, Şeyx rahimehullah əməllə əməli işləyən arasında fərq qoydu. Bəli, əməl böyük şirk ola bilər, böyük küfr ola bilər. Lakin nədir? Lakin şərtlər var, maniyələr var. Hər bir şey yerinə oturmalıdır, hər bir şey sabit olmalıdır. Və İbn Seym rahimehullah buyurur ki, mən ona ey qardaşım deyərəm. Çünki o kafir deyil, cahildir. Əks halda ona ey qardaşım demərəm. Çünki nədir? Bu müşrikə uyğun gəlmir. Və ona deyərik ki, belə eləmək səhvdir. Lakin biz ona dərhal demərik ki, bu əməl şirkdir. Hətta əmin olsun. Və deyərik ki, ey qardaşı, başa düşürsənmi? Rasulullah sallallahu əleyhi və səlləm sənin duana cavab verə bilməz. Bilirsənmi ki, duaları cavab verən Allahdır? O deyəcək ki, yəni, əgər biz ona seçim versək ki, Rasul cavab verir, yoxsa ki, Allah. Əgər Allah desə, ona deyərik ki, onda o zaman Allaha dua elə, Peyğəmbərə dua eləmə. Allaha dua eləmək, sənin isə Peyğəmbərə dua eləməkdən daha xeyirlidir. Çünki Peyğəmbər sallallahu əleyhi və səlləm bizə nə bir zərər, nə də bir fayda verə bilər və qeybi də bilməz və mən mələyəm də heç vaxtı deməz. Və ona görə də yalnız Allaha dua elə. Və artıq o sakitləşib rahatlaşandan sonra ona nədir? Bunun şirk olduğunu bəyan edərik. Deməli, İbn Seym rahimehullah subhanallah, baxın birinci mərhələlərlə başladı. Birinci dedi ki, ona mane olmarıq, gözləri işini qutarsın və sonrası ey qardaşım ən gözəl ləfzlərdən istifadə edib ona müraciət edərik və sonra isə ona demərik ki, hələ bu əməl şirkdir və deyərik ki, elədiyin əməl səhvdir və sonrası başa salarıq ki, yəni bilirsənmi ki, dualara cavab verən Allahdır, dualar yalnız ona edilir. Yəni, subhanallah, gör neçə mərhələ keçdi, 5-6 mərhələ keçdi. Və sonda isə İbn Seym rahimehullah buyurur ki, və artıq o rahatlaşandan sonra ona bu əməlin şirk olduğunu deyərik və deyərik ki, əgər Allah qorusun bu halda insan ölərsə, yəni cəhənnəm əhlindən ola bilər. Yəni məsələ təhlükəlidir. Ona görə insan insaflı olmalıdır və alimlərin sözünə həqiqi şəkildə qayıtmalıdır. Peyğəmbər sallallahu əleyhi və səlləmin hədislərini haqqı ilə başa düşməyə çalışmalıdır və təbii ki, başa düşmək sələfin fəhmi ilə olmalıdır. Hər hansısa bir yoldan keçənin başa düşməklə yox, yoldan keçənin zənləri ilə, düşüncələri ilə deyil, sələfin fəhmi ilə olmalıdır. Uca Allah subhanahu wa ta'ala bizləri onun dinində fəqih və onun dinini həqiqi şəkildə başa düşən, anlayan insanlardan eləsin. Subhanəkəllahumma hamdika əşhədu an la ilahə illə ənt, əstəğfiruka və etûbü ileyk.